neçə gün öncə biz Azərbaycanlı jurnalistlər media tur çərçivəsində Qırğızstanda səfərdə idik. Səfər çərçivəsində bu ölkənin zəngin təbiəti, zəngin ənənələri və ən əsası insanları, mehriban insanları ilə daha yaxından tanış olmaq imkanı əldə etdik. Bugün isə Prezident İlham Əliyevin səfəri, dövlət səfəri çərçivəsində Qırğızstana yola düşürük. Ladies and gentlemen, we are experiencing – 2025-ci ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının növbəti məşvərət görüşündə Azərbaycan bu formata tam hüquqlu üzv qəbul edildi. Bugün isə Qırğızstanın Çolpanata şəhərində liderlər qeyri-rəsmi görüş formatında bir araya gəlirlər. Səfər proqramı 2 gündən ibarətdir. Sabah Çolpanata şəhərində Azərbaycan və Qırğızstan liderlərinin görüşü, eləcə də Hökumətlərarası Şuranın iclası, daha sonra isə Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurasının qeyri-rəsmi formatda görüşü planlaşdırılır. Bugün isə liderlər Golf klubunun açılışında birgə iştirak edəcəklər. Məkan artıq hazırdır. Qeyd eləyək ki, bu klubun layihəsində turizm bazarları kimi yaxın ölkələr, o cümlədən Azərbaycan nəzərdə tutulur. Məkan estetik cəhətdən gözəl tərtibatlandırılıb. Eyni zamanda burada retro avtomobillər nümayiş etdirilir. İştirakçıların, nümayəndə heyətlərinin, o cümlədən prezidentlərin əyləşəcəyi yerlər artıq məlumdur. Və onlar bayraqlarla fərqləndiriliblər. Дамы и господа, добро пожаловать на уникальное событие – открытие гольф-резорт Иссык-Куль.
Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi məhz burada. Ruh Orda Mədəniyyət Mərkəzində reallaşacaq. Ruh Orda Qırğızstanın mədəni simvollarından biridir və burada müxtəlif dinlərə aid simvollar bir məkanda toplanır. Bu, Qırğızstanın tolerantlığını həm də özündə ehtiva edir. Azerbaycan Respublikasının prezidenti Aliyev İlham Geydaroğlu. Ortadan tosuğa. Bravo! Hurmatlı Azerbaycan Respublikasının Mırza Prezidenti, sizin karşınızda Uluttuk Gvardiyanın Artak Doğu Karalı rotasının atından ısık salamınızı bildiririz. Rotanın komandiri Gvardiyanın Ulutnatı Adırım. Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi dövlət səfərinin standartlarına uyğun olaraq həyata keçirilir. Salam asker. İndi isə prezidentlər önündən Fəxri Qaravulun keçidi baş tutur. İki tərəfli görüşün keçiriləcəyi məkan yurta formasında dizayn edilib. Prezidentlər arasında iki tərəfli görüş isə məhz burada keçiriləcək. Çingiz Aytmatovun ev muzeyinin yerləşdiyi və üzərində gün var əsrə bərabər sözlərinin əks olunduğu binada hazırda liderlərin iştirakı ilə hökumətlərarası şuranın toplantısı keçirilir. Çolpan Ata şəhərin adı onun adı ilə bağlıdır. Qırğızstanın tarixi müdrik şəxsiyyətlərindən biri hesab olunur. Nümayəndə heyətlərinin təşrif buyurmasından aydın olur ki, dövlətlərarası şuranın toplantısı sona çatıb və bir qədər sonra liderlər mətbuat üçün açıqlama ilə çıxış edəcəklər. Bundan öncə isə sənədlərin mübadiləsi baş tutacaq. Президент
президент Азербайджанской Республики Алиев Ильхам Гейдароглы. Mətbuata açıqlamadan öncə Qırğızıstan prezidenti Azərbaycan liderinə birinci dərəcəli Manas ordenini, Azərbaycan prezidenti Qırğızıstan liderinə isə Heydər Əliyev ordenini təqdim etdi. Уверен, что этот визит придаст новый импульс дальнейшему укреплению наших братских отношений. Кыргызстан и Азербайджан неизменно поддерживают друг друга и успешно координируют подходы по вопросам, представляющим взаимный интерес. С удовлетворением отмечаю, что политический диалог между Кыргызстаном и Азербайджаном сегодня находится на самом высоком уровне. Регулярные контакты и взаимное доверие создают прочную основу для дальнейшего укрепления установленных сегодня союзнических отношений. Союзнические отношения – это очень большая ответственность, и мы к этой ответственности готовы. Мы будем и дальше поддерживать друг друга во всех начинаниях, и на международных площадках, и в торгово-экономической сфере, в сфере укрепления безопасности. Bugün Xəzər, Mərkəzi Asiya və Azərbaycanı ayırmır. İndi Azərbaycan bu coğrafiya ilə vahid geosiyasi məkan kimi nəzərdən keçirilir. Azərbaycanın tam hüquqlu üzv qismində Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşləri formatına qoşulması isə tərəflərin əməkdaşlığı praktik cəhətdən inkişaf etdirmək marağından xəbər verir. Konqres mərkəzinin qarşısını iştirakçı ölkələrin bayraqları bəzəyir. Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü məhz burada keçiriləcək. Liderlər ailə fotosunu burada çəkdirəcəklər. Operatorlar artıq hazır vəziyyətdədir. Tacikistan prezidenti Emomali Rəhman. Türkmenistan prezidenti Sərdar Berdiməhəmmədov. Özbəkistan prezidenti Şövkət Mirzəyevin avtomobili görünür. Və Azərbaycan prezidenti İlham Əliyevin avtomobili. Алиев Ильхам Гейдароглы. İndi isə biz Bakı otelinin açılışına tələsirik. Qırğız həmkarlarımızla birlikdə. Bakımızın ruhunu otelin müxtəlif elementlərində hiss etmək mümkündür. Həm də dəhlizlərdəki bu cür fotolarda. Burada ümumilikdə 111 otaq və 10 kotej mövcuddur ki, bu da 330 qonağın qəbulunu mümkün eləyir.
Otelin içərisində kinoteatr. Müxtəlif filmləri izləmək mümkün olacaq, o cümlədən Azərbaycan filmlərini. Divarlarda isə Azərbaycan filmlərindən rəsmlər təqdim olunur. Prezidentlər İlham Əliyev və Sadır Japarovun qarşılıqlı səfərləri, sıx təmasları Bakı və Bişkek arasında əməkdaşlıq üçün siyasi iradəni nümayiş etdirir. İki ölkə arasında ticarət dövriyyəsi bu ilin yanvar-may aylarında 19,5 milyon dollar təşkil edib. Bu, illik müqayisədə 30% çoxdur. Azərbaycan həm də Qırğızıstan üçün Avropa bazarlarına çıxış imkanı yaradır. Birgə logistika, nəqliyyat, tranzit layihələri ticarət dövriyyəsinin artacağını da proqnozlaşdırmağa əsas verir. Yük aşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatan Bakı-Tbilisi-Qars layihəsi, o cümlədən yük aşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Limanı həm də Qırğızıstan üçün əlavə imkanlar vəd edir. Azərbaycan-Qırğızıstan dostluğunun ən təsirli simvollarından biri heç şübhəsiz Qarabağın yenidən qurulmasında Qırğızıstanın iştirakıdır. Qırğızıstan dövlətinin Azərbaycan xalqına hədiyyə olaraq inşa etdiyi Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəb sadəcə bir təhsil ocağı deyil. Bu bina Türk dünyasının həmrəyliyinin, dostluğunun və ortaq gələcəyə inamının daha bir rəmzidir. Xıdırlıda ucalan məktəb gələcək nəsillərə dostluğun və qardaşlığın canlı abidəsi kimi xidmət edəcək. Qırğızlar öz ölkələri ilə, gözəl təbiətləri ilə fəxr edə bilərlər. Ancaq şübhəsiz Qırğızıstanın ən böyük sərvəti onun insanlarıdır. Mehriban, səmimi, gülərüz və qardaş Azərbaycan xalqına böyük məhəbbətlə yanaşan insanları.